Bayram süfrəsi hər zaman bol və bərəkətli olur. Çeşid-çeşid yeməklər, salatlar, şirniyyatlar hazırlanır. Amma çox vaxt süfrədə qalan yeməkləri sabah yeyərik deyib, sonraki günlər üçün saxlayırıq. Bəs bu sağlamlığımız üçün nə dərəcədə təhlükəlidir? Mütəxəssislər bildirirlər ki, bişirilmiş qidalar düzgün saxlanılmadıqda və ya dəfələrlə qızdırıldıqda bakteriyaların çoxalması üçün əlverişli mühit yaranır. Xüsusilə yumurta, ət, toyuq, balıq, göbələk, ispanaq, çuğundur və kərəviz kimi məhsulları 2 saatdan artıq otaq temperaturunda qalarsa təhlükəlidir. Məsələn, bişmiş düyü yeməklərdə düzgün saxlanılmadıqda Bacillus cereus sürətlə çoxalır. Bu isə ürək bulanma, qusma və qarın ağrısı kimi qida zəhərlənməsi əlamətlərinə səbəb ola bilər. Eyni risk yumurta tərkibli souslar, mayonezli salatlar, dəniz məhsulları və süd məhsullarına da aiddir. Digər tərəfdən uzun müddət saxlanılan bəzi qidalarda histamin səviyyəsi yüksəlir. Bu maddə baş ağrısı, dəri səpkisi, həzm pozuntusu və nəfəs alma çətinliyi yarada bilər. Unutmayaq ki, yeməyin qoxusu və dadı normaldırsa belə bu onun təhlükəsiz olduğu anlamına gəlmir. Yeməkləri soyuducuya qoymazdan əvvəl mütləq otaq temperaturuna qədər soyutmaq lazımdır. İsti halda soyuducuya yerləşdirilən qidalar rütubəti artırır və bu da mikroorqanizmlərin inkişafını sürətləndirir. Bəzi qidalar isə ümumiyyətlə yenidən qızdırılmamalıdır. Xüsusilə təkrar isidilməsi məsləhət görülməyən qidalar arasında toyuq yeməkləri, yumurtalı souslar, göbələk, ispanaq, çuğundur və kərəviz var. Süd və dəniz məhsulları da, kremli şirniyyatlar da tez xarab olan qidalar sırasındadır. Hətta uzun müddət saxlanılmış çay belə əvvəlki keyfiyyətini itirir, orqanizmə fayda vermir. Sağlam qalmağın ən sadə yolu yeməyi ehtiyac qədər bişirmək, düzgün soyudub saxlamaq və mümkün qədər təzə halda istehlak etməkdir. Çünki öncədən tədbir görmək hər zaman müalicədən daha asandır.